Dəyərli izləyicilərimiz, bu ev haqqında məlumat verəcəm sizə. Diqqətlə qulaq asın. Bax, qiyməti də açıqlayacağım. Yerləşmə yerində, tikilişində hamısını deyəcəm. Özünüz qiymət verin. İnanın, yəni bir makler kimi mən bu evə hə deyirəm. Çox qəşəng evdir. Özüm şəxsən bəyəndim. Baxın, bura girişidir, dəhlizidir. Ünvan Masazır qəsəbəsidir. Masazırdadır, hörmətli izləyicilərimiz. Daşqum bazarının yaxınlığında, əsas yola yaxın. Şok marketin arxası. Baxın, giriş qapısı istipoldur. Hörmətli izləyici, elektrik işinə baxın. Çox qəşəng görülüb elektrik işi. Deməli, burada yerləşir qonaq otağı, hörmətli izləyicilərimiz. Natamam nə işlər var, tamamlanacaq. Qoşa kubikdir, hörmətli izləyicilərimiz. Qoşa kubikdir. Kombi xətləri çəkiləcək oradan. Deməli, qazdır, sudur, işıqdır qaydasında. Kanalizasiya, mərkəzləşdirilmiş kanalizasiya sistemi. Baxın, bura yataq otağıdır. Pəncərələrin qarşısı işıqlıdır, qoşa kubikdir, hava gələndir, hörmətli izləyicilərimiz. Bu evin qiyməti 47.000 manatdır. Masazır qəsəbəsindədir. Hamamsanız elnişi tamamlanacaq. Qoşa kubikdir, hörmətli izləyicilərimiz. Adam var ki, pəncərə düşməyən yeri qoşadaş eləmir. Və üstünün kəmərinə qədər var, dəyərli izləyicilər. Qoşadaşdır, kombi xətləri çəkilib, döşəmə laminat. Bura mərmərdir, istipoldur. Baxın, mətbəxi mərmər, istipol. Çox qəşəng evdir həqiqətən də. Deməli, qaz, su, işıq, kanalizasiya hamısı çəkilib. Qoşa kubikdir. Gedək həyətində sizə göstərim. Deməli, ev Masazırdadır. Qiyməti 47.000 manatdır. 3 otaqdır. Baxın, kürsülüdür. Bu pilləkən də düzələcək. Mərkəzi yola da yaxındır. Marşrutu da məktəbə yaxındır. Trapına qədər atılıb. Evlər arasında müəyyən qədər məsafəsi var. Üstündə kəməri də var. Üstü paket krişadır. Dəmirdir. İndülin, yanan falan deyil. O belə bir evdir dəyərli. Məhləsində görürsünüz. Bülbülün sərsənin səsi. Bülbül burada olmur, düzdür. Sərsənin səsi gəlir amma. Deməli, sənədimiz eskiz layihədir. Eskiz layihədir və alqı-satqını notarial qaydada eləmək mümkündür. Kupça yoxdur. Kupça yoxdur. 47.000 manatdır. Çox qəşəng evdir. Özüm belə istədim, ətraflı məlumat verim ki, yəni o pulu bura saymağa dəyər. Zəng eləyin, göstərək evi. Sağ olun.